Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? İraqı uğursuz dövlət olmağa sürükləyən daxili bölünmələri müzakirə edəcəyik. İraq dövlətinə baxanda hər şey qaydasında görünə bilər. Parlament işləyir, seçkilər keçirilir, hətta ordusu da var. Amma bu sadəcə görüntüdən ibarətdir. Reallıqda İraq nə tam müharibədədir, nə də sülh içində. Ölkənin rəsmi ordusunun düz yanında sayı 200 mini keçən və dövlət büdcəsindən maliyyələşən paralel ordular, milislər dayanır. Hakimiyyət hazırda onlar üçün uğrunda mübarizə aparılan hədəfdir. 1921-ci ildə xəttkeşlə çəkilmiş sərhədlərdən Səddam rejiminə, ordunun iflasından IŞİD-lə mübarizəyə qədər keçən bir əsrlik yol bugün İraqı çoxbaşlı dövlət halına gətirib. İndi Bağdadda qərarları rəsmi hökumətlər və ya ideologiyalar deyil, silahlı gücə arxalanan fraksiyalar və onların regional hamiləri verir. Bəs İraq nə vaxtsa birliyə nail olub, suveren dövlətə çevrilə bilərmi? Hökumətlə silahlı qruplar arasında artan gərginlik 2025-ci ilin iyulunda Bağdadda ölümlə nəticələnən toqquşmaya çevrildi. Bu hadisə sadəcə kriminal insident deyil, ölkədəki ikibaşlı hərbi sistemin doğurduğu ciddi təhlükəsizlik problemidir. Ordu və polislə yanaşı 2014-cü ildən fəaliyyət göstərən və daxilində çoxsaylı fraksiyaları birləşdirən xalq səfərbərlik qüvvələri faktiki olaraq paralel hərbi gücə çevrilib. Bağdad atışması bu paralel sistemin dövlət nəzarətindən çıxaraq açıq qarşıdurmaya yol aça biləcəyini sübut etdi. Bu, İraqın etnik və siyasi quruluşu ilə birbaşa əlaqədardır. Yəni, son dövrlərdə İraqda baş vermiş hadisələr də buna müəyyən dərəcədə şərait yaratmışdır. Belə ki, İraq vahid bir etnik birliyə malik deyildir. Müxtəlif etnik qruplaşmalar və eyni zamanda dini qruplaşmalar var, dini icmalar var. Ölkə əhalisinin 60%-i Şiə təriqətinə, təxminən 35%-i Sünni təriqətinə mənsubdur. Eyni zamanda ölkədə Kürdlər var, xüsusilə də ölkənin şimal ərazilərində. Onların içərisində də əsasən sünnilər üstünlük təşkil edirlər. Eyni zamanda şiə olan qruplaşmalar da var. Başqa etnik birləşmələrdən, məsəl üçün, orada bizim də xüsusi marağımız olan türkmənlər yaşayırlar ki, onlar da şiə və sünni türkmənlər vardır. Bu qruplaşmalar eyni zamanda ölkə əhalisinin 5%-i də digər dini elementlərə mənsubdur. Məsələn, orada xristianlar var, yezdi kürdlər var və s. Bunlar ölkənin siyasi quruluşunun eyni zamanda da mövcud vəziyyətinin formalaşmasına təsir göstərir. Amerika'nın Irak saldırısında ve Saddam'ın devrilmesi sadece bir rejim veya yönetim değişikliği değildi. Aynı zamanda devlet aygıtının değiştirdi. Irak devleti eskisi kadar güçlü olamalı ve o nedenden dolayı devlet aygıtı zayıfladı, çöktü. Egemenliğini hakim kılamadığı için etnik, dinsel, mezhepsel, bunun yanı sıra mafya grupları harekete geçtiler. Herkese məlumdur ki, İraq 2003-cü ildəki ABŞ işğalından indiyədək bizim topal adlandırdığımız bir siyasi proses yaşayır. Bu proses qeyri-mütənasibdir. Çünki orada İraq xalqının əksəriyyətini təmsil etməyən elementlər, partiyalar, qruplaşmalar və hərəkatlar yer alıb. Bir çox böyük müxalif qruplara isə bu siyasi prosesdə rol verilməyib. Hətta siyasi prosesin strukturunda bir çat yaradıb. 2025-ci ildə bir neçə dəfə İraqda hərbi baza və enerji infrastrukturu PUA hücumlarına məruz qaldı. Xüsusilə ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin yaxınlığındakı obyektlər və neft sahələri hədəf alındı. Analitiklər 2020-ci ildən başlayan bu tendensiyanın 2024-2025-ci illərdə yenidən intensivləşdiyini qeyd edirlər. Rəsmi Bağdad və Vaşinqton bu hücumların arxasında çox vaxt xalq səfərbərlik qüvvələri daxilində təmsil olunan və İranla əlaqəli olduğu iddia edilən silahlı fraksiyaların dayandığını bildirir. Əslində 2014-cü ildən, yəni terrorçu IŞİD qruplaşmasının hücumundan sonra bu dumanlı və narahat edici mənzərənin davamı olaraq yeni bir mərhələ başladı. İraqı IŞİDin pəncəsindən xilas etdiklərini iddia edən bəzi milis qrupları səhnəyə daxil oldu.
Bu silahlı qruplar öz imic və formalarını dəyişərək partiya və hərəkatlara çevrilib siyasi arenaya girdilər. Onların siyasi prosesə qoşulması ABŞ-ni və beynəlxalq birliyi ciddi şəkildə narahat etdi. Siyasi çərçivələrə qeyri-mütənasib inteqrasiyaları isə vəziyyəti daha da pisləşdirdi. تزداد سوءا حقيقة. İlk növbədə İraqın coğrafiyasından başlamaq lazımdır. İraq Türkiyə və İran kimi müxtəlif maraqları olan ölkələrin arasında yerləşir. Bu onu Amerika Birləşmiş Ştatları və İran arasındakı gərginliklər üçün bir növ buffer zona halına gətirir. İraqda İrana daha sadiq olan müəyyən qüvvələr var. Digər tərəfdən bölgədə maraqları olan Amerika Birləşmiş Ştatları isə İranın təsirini sıxışdırıb çıxarmağa çalışır. Beləliklə, İran və Amerika Birləşmiş Ştatları arasındakı mövcud gərginliklə daha da kəskinləşən bu proksi münaqişə yaranır. Yaxın Şərqin böyük dövlətlərindən biridir. 40 milyondan çox əhalisi var. Böyük bir iqtisadi cəhətdən böyük bir potensiala malikdir, böyük bir bazardır eyni zamanda. Bundan faydalanmaq istəyən qüvvələr siyasi cəhətdən oradan fərqli qruplaşmaları ələ almağa və onlarla əlaqə saxlayaraq hakimiyyəti belə deyək, idarə etməyə çalışırlar. Demək olmaz ki, birbaşa təsirdir, amma xarici dövlətlər onlardan istifadə edərək öz maraqlarını təmin edir. Aslında Irak merkezi devlet sarsıldıktan sonra birçok ülkenin güç kazandığı, etkin olduğu bir ülke pozisyonuna dönüştü. Irak'ta İran, Amerika, Türkiye, Suudi Arabistan, Birleşik Arap Emirlikleri gibi birçok ülke etkindir. Yani Iraklılar tek başlarına yönetmiyorlar. Irak'ın yönetilmesinde birçok ülke etkin bir biçimde müdahale ediyor. Örnek veriyorum. Mesela son dönemde Maliki'nin başbakan olması konuşuluyor. Mesela Amerika diyor ki Maliki mesela başbakan olamaz. Başbakan olsa ben ambargo uygulayacağım. İran Maliki'nin başbakanlığını destekliyor. İraqda enerji infrastrukturu hədəf alınırsa, bu birbaşa dövlətin şah damarına toxunmaq deməkdir. Çünki büdcənin 90% neftdən asılıdır və hər bir hücum iqtisadi böhran riskidir. Lakin məsələ təkcə daxili sabitlik deyil. İraq bugün İran və ABŞ-nın yaxın şərqdəki böyük şahmat taxtasına çevrilib. Buradakı hər bir PUA hücumu və ya partlayış lokal insidentdən əlavə regional güclərin bir-birinə göndərdiyi sərt mesajdır. Faktiki olaraq İraq artıq sadəcə siyasi böhran yaşayan bir ölkə deyil. Proksi müharibələrin açıq əməliyyat meydanıdır. İraq dünyada neft ehtiyatlarına görə aparıcı dövlətlərdən biridir. OPEC-in üzvü olan bir dövlətdir. Eyni zamanda da təxmin edilir ki, 350 illik neft potensialı var. Yəni 150 milyard bareldən çox neft ehtiyatının olduğu dəyərləndirilir ölkə ərazisində. Bu neft ehtiyatının mövcudluğu ölkə iqtisadiyyatının da təxminən bu yöndə inkişafına gətirib çıxıb. Uzun müddət İraq neft ixrac edən ölkə kimi, eyni zamanda indi də neft ixrac edən ölkə kimi əsas gəliri qazanmaqdadır və bundan gəlir əldə etməkdədir. Müxtəlif o yataqların hədəf alınması ölkənin həm iqtisadiyyatına mənfi təsir göstərir, həm də siyasi rejimə təsir göstərir. Enerji infrastrukturunda yaranan qeyri-stabillikdən əlavə bu hücumların səbəbi təkcə enerji deyil, daha çox siyasi xarakter daşıyır. Çünki bir dövlət zəif görünsə, öz mülki əhalisini təmin edə bilməsə və ya ehtiyac duyduğu enerjini özü qarşılaya bilməsə, digər dövlətlərdən asılı vəziyyətə düşür. Bu dövləti zəif göstərməklə yanaşı, bəzən onun legitimliyinin də sual altına düşməsinə səbəb olur. İraqda seçkilər ideoloji rəqabət üzərində qurulmur. Prosesin əsasını dini və etnik kimliklər təşkil edir. 2003-cü ildən bəri qüvvədə olan bölgü mexanizminə görə prezident postu kürdlərə, baş nazirlik şiələrə, parlament sədrliyi isə sünnilərə verilir. Bu səbəbdən səsvermə hökuməti birbaşa formalaşdırmır. Sadəcə siyasi blokların parlamentdəki çəkisini göstərir. 2025-ci il seçkilərində əsas mübarizə xalq səfərbərlik qüvvələrinin siyasi qanadları ilə digər şiə koalisiyaları arasında cərəyan edib. Bu mənzərə göstərir ki, yekun siyasi nəticələr seçki günündən çox aylarla davam edən pərdə arxası danışıqlar prosesində formalaşır.
Başarısızlığın esas sebebi devlet aygıtı çalışmıyor. Devlet aygıtı etkin değil. Çünkü Irak Anayasasına dayanarak devlet aygıtı zaten bölünmüş durumda. Cumhurbaşkanı, başbakanlık, meclis başkanı paylaşılmış durumda. Etnik, dinsel ve mezhepsel nedeniyle bunlar ayrışmış durumda. Ve bu aslında etkin bir devlet olma vasfını Irak'tan alıyor ve Irak'ın karar almasını zorlaştırıyor. Karar aldıktan sonra kararı uygulamasını zorlaştırıyor. İraqda güclü mərkəzi hakimiyyət yoxdur. Tarixi nöqteyi nəzərdən baxsaq, şiələr və sünnilər arasındakı etnik gərginlik hələ də qalmaqdadır. Hətta 1958-ci ildə monarxiya devrildikdən sonra belə güclü siyasi təsisatları olan mərkəzləşdirilmiş güclü bir hökumət qurulmadı. Devrilmədən sonra da yenə hakim elita mövcud idi, yəni heç vaxt real barışıq imkanı yaradılmadı. 2003-cü ildən sonra koalisiya qüvvələri İraqa hökuməti yenidən formalaşdırmağa icazə verəndə də bu qırılmaq institutlaşdırıldı. Kürdlər, sünnilər və şiələr arasında siyasi bölgü yaradan sistemlər hələ də qalır. İraq 43 milyonu keçən əhalisi ilə Yaxın Şərqin ən gənc demoqrafiyalarından birinə sahibdir. Lakin bu artım vahid milli kimlik formalaşdırmayıb. Ölkə kəskin dini etnik xəritə üzrə bölünüb. Azlıqları isə müəyyən ərazilərdə kompakt məskunlaşıb. Bu coğrafi məskunlaşma siyasi seçimlərə birbaşa təsir edir. Seçici çox vaxt partiya proqramına deyil, öz icmasının təhlükəsizliyini təmin edəcək namizədə səs verir. Hakimiyyət tələbləri əsas yer tutur bunların içərisində. Eyni zamanda iqtisadiyyatda olan tələblər də var. Çünki ölkə gəlirlərinin bölüşdürülməsi, ölkənin neft mənbələrinin bərabər şəkildə bölüşdürülməsi məsələsi var. İqtisadiyyatda hansı bölgələrin kimin əlində olması məsələsi də ön plana çıxır. Xüsusilə Kürdlər yaşayan bölgələrdə və yaxud da ki, Türkmənlər yaşayan Mosul və onun ətrafındakı bölgələrin kimə məxsus olması və bu gəlirlərin kimə çatması məsələsi var. Eyni zamanda da hakimiyyətdə təmsil olunan qüvvələr, kimlər hakimiyyətdə təmsil olunacaqlar və bunlar ölkənin inkişafına və hakimiyyətdə təmsil olunmaq sonraki o biri icmaların da bu hakimiyyət qollarında necə təmsil olunmasına gətirib çıxardır. Bir Irak vatan anlayışının oluşmasında, bu Iraklı kimlik anlayışının oluşmasından daha farklı olarak Sünnilik, Şiilik, Kürtlük, Araplık ve onun içerisinde farklı bileşenler çerçevesinde bölünüyorlar. Ve bu bölünme aslında Irak'ın tek bir kimlik olmasının oluşmasında ciddi şekilde zarar veriyor. Kürdlər 2017-ci ildə referendum keçirdilər və səhv etmirəmsə 92% müstəqilliyin lehinə səs verdi. Lakin bu plan baş tutmadı və onlar hələ də rəsmən İraqın tərkibindədirlər. Sünni və şiələrə gəldikdə isə onlar muxtariyyət və ya müstəqillik axtarışında deyillər. Onların mübarizəsi dövlətin özü üçündür. Dövlətin hansı hissəsini idarə edə biləcəkləri uğrunda mübarizə aparırlar və əsas gərginlik də buradadır. Müasir İraq 20-ci əsrin əvvəllərində Britaniya mandatı dövründə formalaşdı. 1921-ci ildə bir-birindən fərqli sosial və siyasi struktura malik 3 Osmanlı vilayəti Mosul, Bağdad və Bəsrə vahid dövlət çərçivəsində birləşdirildi. Yeni dövlət inzibati baxımdan məntiqli görünsə də fərqli siyasi mədəniyyətləri bir araya gətirmişdi. Bölgədə Britaniya mandatı rəsmi olaraq 1932-ci ildə başa çatdı. Tam de facto müstəqillik və Britaniya təsirinin kəskin azalması isə yalnız 1958-ci il 14 iyul inqilabında monarxiyanın devrilməsindən sonra mümkün oldu. Lakin idarəetmə sistemi dəyişsə də daxili birlik təmin edilə bilmədi. Britaniya mandatı burada əsas rol oynadı, amma ondan əvvəl formalaşmış bir sistem, yəni Osmanlı dövlətinin artıq mövcudluğu dövründə Osmanlı dövlətinin zəifləməsi, ondan sonra isə Birinci Dünya müharibəsinə daxil olması və eyni zamanda burada olan müxtəlif icmaların hakimiyyətə gəlmək məsələsi bu prosesə vacib rol oynadı. Amma Britaniya mandatı buna mümbit şərait yaratdı. Çünki İraqın kimə mənsub olması Birinci Dünya müharibəsi illərində müəyyənləşdirildi. Suriya və Livanın Fransaya keçməsi, İraqın İngiltərəyə keçməsi, Fələstindən birlikdə İngiltərə mandatı altında olması buna müəyyən şərait yaratdı. Çünki o dövrlərdə başlamış Kürd hərəkatı müəyyən mənada sonrakı dövrlərdə də dayanmadan baş verdi. Bu prosesin
Britaniya mandatı altında irəli sürülməsi və sonrakı dövrlərdə də bu kürdlərin İraqın milli hökumətinə qarşı dəstəklənməsi siyasəti həyata keçirildi ki, bu da gətirdi artıq ayrı-ayrı qruplaşmalara dəstək verən xarici qüvvələrin də, o cümlədən də burada başda Britaniya olmaqla ölkənin parçalanmasına müəyyən şəraitin yaratdığını söyləyə bilərik. Kurdular Irak'ı, hatta günümüzde Ürdün olarak bilinen oralardan Irak'a kral bile getirmeye çalıştılar. Yani Irak kendiliğinden oluşmuş bir tarihsel süreçte oluşmuş bir devlet aygıtı değil. Irak coğrafyası insanlık tarihinin en eski olmasına rağmen son Irak devleti böyle bir kendiliğinden tarihsel bir arka planı olan bir çerçevede oluşmadı. O nedenden dolayı Irak hem toplumsal anlamda hem jeopolitik anlamda ihtilafları barındırarak ortaya çıktı. Bir taraftan İran'la toprak ihtilafı, diğer taraftan diğer Arap ülkeleriyle ihtilafı, diğer taraf kendi içerisinde ihtilaf. Mesela Basra Körfezi'ne yakın bir ülkedir ama Basra çok kısa, çok az bir Basra Körfezi'nde sınırı var. O nedenden dolayı Irak Basra Körfezi'ne açılmak istiyor. Kuveyt'ten toprak almak istiyor. İran'dan toprak almak istiyor. Yani bu üç eyaleti birleştirdikleri zaman Sünnileri, Şiileri, Kürtleri aynı kümenin altında zorla birleştirmeye çalışmaları, bu nedenden dolayı Irak'ta o istenilen şey oluşmadı. 1968-ci ildən Bəs Partiyası qəti çevrilişlə dövlət aparatını tam nəzarətə götürdü. 1979-cu ildən isə partiya daxilindəki rəqiblərini təsirsiz hala gətirən Səddam Hüseyn İraqın sükanı arxasına keçdi. İraq gücün Sünni ərəb elitasında cəmləşdiyi sərt bir təhlükəsizlik dövlətinə çevrildi. Şiə və Kürd icmalarının siyasi hüquqlarının məhdudlaşdırıldığı bu dövrdə sabitlik milli konsensusdan deyil, 1988-ci il Ənfal əməliyyatı kimi radikal repressiya və qorxu mexanizmlərindən qaynaqlanırdı. İran-İraq müharibəsi, Küveytin işğalı və beynəlxalq sanksiyalar iqtisadiyyatı sarsıtsa da rejim güc monopoliyası sayəsində daxili nəzarəti qoruyub saxlayırdı. Səddam rejimi dövründə o diktator və avtoritar bir lider idi. Bu gərginliklər həll olunmamışdı, sadəcə bastırılmışdı və inkişaf etməsinə icazə verilmirdi. Bu bir növ Yugoslaviyada Tito'nun dövründə baş verənlərə bənzəyir. Tito öldükdən sonra etnik gərginliklər üzə çıxdı və vətəndaş müharibəsi ilə nəticələndi. Eyni məntiq İraqa da aiddir. Səddam getdikdən sonra yox olmayan, sadəcə gizli qalan gərginliklər yenidən alovlandı və nəticədə 2006-cı il vətəndaş müharibəsi baş verdi. Daxili ziddiyyətlərlə mübarizə apara bilən Səddam Hüseyn rejimi nəhayət 2003-cü ildə kənar müdaxilə nəticəsində süquta uğradı. Birləşmiş Ştatlar İraqda kütləvi qırğın silahlarının istehsal etdiyini iddia edir və rejimin devrilməsini zəruri sayırdı. Bunun nəticəsi olaraq ABŞ və koalisiya qüvvələri İraqı işğal edərək Səddam Hüseyni devirdi. Bəs partiyasının təsirlərini silməyə başladı. Ordunun və dövlət aparatının ləğvi ölkədə kəskin təhlükəsizlik boşluğu yaratdı, qanunsuzluq və radikallaşma geniş yayıldı. Etnik dini icmalar öz müdafiə strukturlarını və milis qruplarını formalaşdırdılar. Yaxın və Orta Şərqdə böyük neft potensialına sahib olan İraqın ələ keçirilməsi Amerikanın birinci növbədə həyata keçirdiyi məqsədlərdən idi. Amma eyni zamanda ölkədə müxtəlif, belə deyək, zəhərli silahların, o cümlədən də kimyəvi silahların istehsalı da buna bir bəhanə oldu. Sonradan etiraf elədilər ki, bu silahlar tapılmadı. Yəni onu elan eləmədilər ki, ölkədə bu silahlar hardadır və harda bu tapılıb. Elan olunmasa belə, sonraki dövrlərdə ölkənin iqtisadiyyatının artıq neft mənbələrinin, Amerikan şirkətlərinin üstünlüyü burada qazanması və onların bu mənbələri işlətməsi bunun əsasən neft üzərində olduğunun bir göstəricisi idi ki, bu sonraki proseslərə də təsir göstərdi. Daxili qüvvələr burada Amerika Birləşmiş Ştatları qədər böyük rol oynamadılar. Paul Bremer Birləşmiş Ştatların işğalı zamanı İraqın mərkəzi avtoriteti kimi tanınırdı və işğaldan sonra İraqın taleyində böyük rol oynadı. Lakin daxili qüvvələr Amerika Birləşmiş Ştatlarının müdaxiləsi olmadan bunu tək başına edə bilməzdilər.
istəyirdilər. Kürdlər və sürgündə olan digər İraqlı qruplar rejim dəyişikliyi istəyirdilər. Lakin onların Amerika Birləşmiş Ştatlarının hərbi potensialı ilə müqayisə olunacaq atəş gücü və logistikası yox idi. Amerika 21 günde devirdi. Amerika içeri Irak'a girdiğinde Iraklılardan sadece Kürtlerin bazı grupları destekledi. Küçük Şii grupları. Onun dışında kimse desteklemedi. Aslında Irak'ın eğer Amerika saldırmasaydı Saddam'ın zaafına rağmen hala iktidarını sürdürebilirdi. Yani iktidardan gitmesinin başlıca sebebi Amerika Birleşik Devletleri'nin müdahalesi. Irak'ın diğer grupları 21 gün sonraki süreçte ortaya çıktılar. 2006-cı ildə Əl Əskəri məscidinin bombalanması İraqda Pandora qutusunu açdı və ölkəni kütləvi məzhəb savaşına sürüklədi. Bağdad bir gecədə sektorlara bölündü. Mərkəzi hökumət isə prosesin qarşısını ala bilmədi. Sakinlər anladı ki, dövlət artıq kimsəni qorumur. Beləcə hər icma öz silahlı qrupunu yaratdı. Bu hadisə İraqda siyasi qaydaları tamamilə dəyişdi. Silah artıq sadəcə müdafiə vasitəsi deyil, hakimiyyət masasında yer almaq üçün əsas legitimlik sənədinə çevrildi. Bugün gördüyümüz paralel silahlı strukturların və milis qruplarının dövlət sisteminə sızmasının əsası məhz həmin xaos dövründə qoyuldu. Vətəndaş müharibəsi Sameradakı məscidə edilən hücumla başladı. Bu işğal zamanı diqqətdən kənarda qalan gərginlikləri yenidən səthə çıxardı. BMT bir müddət İraqda oldu, insanların problemlərini dinlədi, lakin təəssüf ki, BMT-nin binası bombalandı və onlar heyətlərini geri çəkməli oldular. Bu müharibə gərginlikləri daha da dərinləşdirdi. Əvvəllər birlikdə yaşayan məhəllələr parçalanmağa başladı və qütbləşmə o həddə çatdı ki, əvvəllər iç-içə olan ərazilər tamamilə sünni və şiə hissələrinə ayrıldı. Uzun müddət mövcud olan tarixi formalaşmış qarşıdurma 2006-2008-ci illərdə özünün vətəndaş müharibəsi həddinə gətirib çıxarmaqla nəticələndi. Bu da Müqtədə Əl-Sədrin başçılığı ilə şiə birliklərinin, o cümlədən də sünni birliklərinin, o cümlədən də Kürdlərin burada silahlı qruplaşmaların mövcud olmağı, ölkənin müxtəlif icmalarının, silahlı birləşmələrinin və ayrı-ayrı qruplaşmaların əlində olan silahlı birləşmələr ölkənin vahid bir şəkildə bir mərkəzdən idarə olunmamağının bir göstəricisi oldu. 2008-ci ildən sonra artıq Müqtədə Əl-Sədr silahlı birləşmələri təhvil verməyi elan olunması və özünün silahlı qruplaşmaların rəhbərliyindən getdiyini elan eləməsi müəyyən mənada bunun qarşısını aldı, amma hələ də ölkədə müxtəlif silahlı birləşmələr və qruplaşmalar var. 2014-cü ildə bölgədə Əl-Qaidənin qalıqları üzərində güclənən IŞİD terror təşkilatı meydana çıxdı. Radikal qruplaşma Mosulu tutub İraqın 1/3-ni işğal etdi. Bu isə ordunun iflası demək idi. Bu böhrana cavab olaraq Şiə dini rəhbərliyinin fətvası ilə könüllü qruplar Xalq Səfərbərlik Qüvvələri adı altında birləşərək legallaşdı. Lakin milislər ordunu əvəz etmədi. Əksinə büdcə və status qazanaraq hazırki çoxbaşlı sistemi formalaşdırdı. 2014-cü ildə IŞİD Mosulu tutduqda zəif olan İraq hökumətinin onlarla mübarizə aparmaq üçün kifayət qədər qüvvəsi yox idi. Buna görə də Xalq Səfərbərlik Qüvvələri adlı milis qrupları çətirini yaratdılar. 2016-cı ildə bu qruplar rəsmiləşdirildi və İraq Silahlı Qüvvələrinin bir hissəsi oldu. Lakin zaman keçdikcə onlar siyasi legitimlik qazandılar. İndi İraq Silahlı Qüvvələri ilə bu milislər arasında güc tətbiqinin bir növ hibrid paylaşımı var. Bu qruplar hərbi potensial və logistika baxımından rəsmi ordu ilə rəqabət apara biləcəyi səviyyədədirlər. Bu siyasi milis qruplarını və fraksiyalarını hakimiyyətə gətirən mürəkkəb, təhrif olunmuş və qeyri-real bir siyasi proses var. Onları ölkənin idarə etməsindən uzaqlaşdırmaq üçün təcili bir ehtiyac var. Bəs onların uzaqlaşdırılması prosesi necə baş verəcək? Bu mürəkkəb bir prosesdir və İraqla beynəlxalq regional əməkdaşlıq tələb edir. Cəmiyyətdə təxribat törədən
mənfi təsir göstərən narkotik ticarəti, qadağan olunmuş işlər və cəmiyyətin hərbiləşdirilməsi ilə məşğul olan bu terrorçu qrupları ləğv etmək lazımdır. Hazırda bu qrupların kölgəsini ölkədən qovmağa böyük ehtiyac var. Beynəlxalq iradə sayəsində biz bu hədəfə nail ola biləcəyik. من تحقيق هذا الهدف. İraqdakı qarşıdurma artıq məzhəblər arası deyil. Əsasən Şiə fraksiyaları daxilində rəqabətə çevrilib. Bağdad müxtəlif qüvvələrin nəzarət zonalarına bölünüb. Mərkəzə tabe olanlarla regional himayədarları olan milislər arasında gərginlik pik həddədir. Şimalda isə Kərkük kimi mübahisəli ərazilərdə status quo-nun qalması və Kürd muxtariyyatı vahid dövlət idarəçiliyini iflic edir. Nəticədə İraq formal olaraq vahid dövlət sayılsa da, faktiki olaraq qeyri-sabitliyin hökm sürdüyü məkandır. Dövlət quruculuğu, xüsusən də münaqişədən sonraki cəmiyyətlərdə çox mürəkkəb bir mövzudur. İlk növbədə daxildən başlamaq lazımdır. İraqda indiyə qədər görmədiyimiz ən vacib şey güclü siyasi təsisatlar, mərkəzi hakimiyyət və zorakılıq inhisarıdır. Marks Weberin dediyi kimi, zorakılıq inhisarı dövlətin güc tətbiqi üzərində tam nəzarətidir. Rəqib milislər olduğu üçün İraqda bu hazırda yoxdur. Bununla yanaşı, regional gərginliklərin və proksi müharibələrin dayandırılması İraqın uzun müddətli sabitliyi üçün çox vacibdir. Əgər İraq digər güclər üçün bir poliqon kimi görülməzsə və öz daxili institutlarını gücləndirməyə imkan taparsa, bu real stabilliyə gətirib çıxarar. Bence Iraklılar kendi başlarına bu problemi çözemeyecekler. Kendi başlarına bu problemleri çözebilecek bir siyasi kültür, demokrasi anlayış ve vesaireleri yok. Bölgesel ve uluslararası, sadece regional değil, bölgesel aynı zamanda uluslararası bir irade gerekiyor. Yani bunun için eğer Irak'ta bir istikrar isteniyorsa Irak iktidar mücadelesinin, jeopolitik kavgasının alanı olmaması gerekiyor. Yani Irak üzerinde Amerika-İran kavgası sürüyorsa, Irak üzerinde bölgedeki bölgesel rekabet sürüyorsa, Irak'ta istikrarı tesis etmek kolay olmayacak. İraqda müşahidə olunan qarışıqlıq klassik bir müharibə deyil, bitməyən paradoksdur. Ölkənin rəsmi sərhədləri və parlamenti var, amma real hakimiyyət Bağdadın kabinetlərində deyil, regional güclərin dəstəklədiyi fraksiyaların əlindədir. Kimin qalib gəldiyinin heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ vahid dövlət mexanizminin qurulmasının mümkün olub-olmadığıdır. Çünki bu proses gecikdiyi müddətcə parçalanmış dövlət mənzərəsi İraq üçün normal vəziyyətə çevrilir.